Tanrı sənə kod yazmağı əmr etsəydi, 10 il qaranlıq bir otaqda kod yaza bilərdin? Şizofreniya xəstəsi bir adam bunu həqiqətən bacardı. Onun adı Terry Davis idi. O, Apple-da çalışmış təcrübəli bir mühəndis idi. Ancaq bir nöqtədən sonra Tanrıdan vəhy aldığını deməyə başladı və həyatın 10 ilini bir otaqda kod yazaraq keçirdi. Bu müddət ərzində Windows-dan və ya Linux-dan bir sətir belə kod köçürmədi. Öz nüvəsini, öz faiz sistemini və Holisey adını verdiyi xüsusi bir proqramlaşdırma dilini tamamilə sıfırdan yazdı. Nəticədə ortaya çıxan sistem Templates oldu. Terry'yə görə bu sadəcə bir proqram deyildi. Tanrıya həsr olmuş rəqəmsal bir məbəd idi. Müasir kompüterə 16 milyondan çox rəngi dəstəklədiyi halda Tanrının istəyi ilə Templates qəsdən yalnız 16 rənglə məhdudlaşdırıldı. Onun fikrincə bu məhdudiyyət uşaqlarının Tanrıya daha asan şəkil çəkməsi üçün lazım idi. Canlı yayımlarda CIA agentlərinin onu izlədiyini iddia edir, bəzən onlara açıq-aşkar söyüş söyürdü. Bu sərt və qeyri-sabit davranışlar onu internet mədəniyyətinin ən tanınmış fiqurlarından birinə çevirdi. Həyatın son aylarında isə evsiz qaldı. 2018-ci ildə qatar reyslərində öldü. Bunu qəza adlandıranlar da var, tək olmadığını deyənlər də. Geridə isə bunu qoydu. Tək bir insan tərəfindən sıfırdan inşa edilmiş, hələ də tam anlaşılmayan rəqəmsal bir katedral.